Əziz izləyicilərimiz, əziz şagirdlərimiz, mənim Uşaq Kəlbəcəri bugün Çağdaş Təhsil Komandasının rəhbəri Azərbaycanımızın çox gözəl bölgəsi olan Masallı rayonunda Ərkivan kəndindəyik. Ərkivan kəndində biz bir müddət əvvəl qabaqcıl və nümunəvi şagirdlərlə bağlı çəkilişlər eləmişdik. O qabaqcıl şagirdlərdən biri də bizim Aysun balamızdır. Gördüyünüz kimi Aysun balamızın adı qəzetimizin xüsusi buraxılış jurnalında verilibdir. Təbrik edirəm. Uğurların bol olsun gözəl bala. O gün olsun ki, inşallah ali məktəbə qəbul olasan və təmizi başınız eləyəsən. Adın, soyadın tam denən? Ağarmadova Aysun Anar bizim. Çox gözəl. Neçə sinifdə oxuyursan? 9-da. Böyüyəndə hansı peşəyə sahib olmalısın? Hüquqşünas olmaq. İnşallah arzu edirik gələcəkdə Azərbaycanımızda ən tanınmış hüquqşünaslardan biri olasan. Vətənimizin başınızı eləyəsən. Və hansı məktəbdə hansı müəllimləri sevirsən? Məktəbimizdə ilk müəllimi sevirəm. Kəsrə müəllim, İlkan müəllim. Çox gözəl. Çağdaş Təhsil Komandası olaraq siz kimi şagirdlərlə fəxr edirik. Bugün 2025-ci il 22 iyun tarixidir. Bizə nə söz verirsən? Söz verirəm ki, sizin başda hər zaman uca eləyəcəm. Arzularıma çataraq sizdə birlik olacaq. İnşallah. Təkcə bizi deyil, atanı, ananı, kəndinizi, rayonunuzu, ölkəmizin başınızı eləyəsən inşallah. Bizim də arzumuz odur ki, gələcəkdə hansı sənətin peşəyə sahib olmağına baxmayaraq vətənimizin dəyərli qardaşı olasan. Çağdaş Təhsil Komandası olaraq siz kimi şagirdlərə fəxr edirik, qürur duyuruq. Təşəkkür ederim.